Bildiyiniz kimi milyonlarla insanlar təyyarələrlə səyahət edirlər. Bugünkü gündə təyyarələr ən sürətli və təhlükəsiz nəqliyyat vasitəsi hesab edilir. Yalnız buna baxmayaraq, bütün təyyarələrin bugünkü gündə müasir olması, müasir texnologiyalardan istifadə etməsinə baxmayaraq, təəssüf hissi ilə bildirmək istəyirəm ki, bəzən nadir hallarda da olsa qəzalar baş verir və təyyarələr qəza enişi etmək məcburiyyətində qalırlar. ...1987-ci ildə mən Kəlbəcər rayon Suluq kənd orta məktəbində dil ədəbiyyat müəllimi işləyirdim. Onun yaş yarımı 1 yaş 8 aylıq olardı. O həmişə gəlib məktəbdə məni axtarardı. Bizdən anası gedib gəzərdi ki, hökmə yoxdur. Məktəbin böyründə belə bir uçurum vardı. Gedib orada qılçalarını sallayıb oturardı, məni gözləyərdi. Elə həmişə ata deyirdi, məni gezdir. Uşaqlıq vaxtından elə helikopteri, təyyarəni sevirdi. Onun səsi belə ucalardan gəlməli idi. Mən rus dilini yaxşı bilirdim. Elə o beynimə girdi, dedim, həmişə hökmənin dalında duracam, oxusun. Çalışırdım ki, oxusun, onu işlətmirdim. Deyirdim, oxu. Bizim ətrafda, məsələn, universitet qutaranlar çoxdur. Amma məsələn, qız uşaqlarına yeganə mənim qızımdır ki, doktorantura qəbul olmuşdu. Deyirdi, ata bir məqalə yazmaq lazım. Hətta o bakalavr səviyyəsini qutarandan sonra Liverpool Universitetinin magistrinə qəbul oldu. Mən qoymadım getməyə. Qız uşağıdır deyərək. Kaş ki qoyardım. Dünya ölkələrini gezmək istirdim. Məsələn, Parijdən, Dehlidən, Barselonadan, hər yerdən zəh vurardı məni, soruşardı, ata sizə nə lazımdır? Bax, bu əynimdə giyindiyim bir başqanıdır. Hökm olub. Hər gün zəng eləyirdim, gec cavab verirdi, qorxurdum. Axırda dedim, hökmə iş yoldaşlarımın nömrəsini vermə. Bir-iki qızların nömrəsini vermişdi, sən gəlməyəndə qoy onlardan öyrənib səni. O da vermişdi. Deyirdi, qorxmayım, amma ən təhlükəsizdir. Gedib gəzirəm də orada, başqa ölkələri də görürəm. Bilgilərim artır. Kimin 19-cu ildə tanış olmuşuq. Danışanda hiss olunurdu ki, dünya görüşlü, ağıllı, tərbiyəli bir insandır. 2021-ci ildə ailə qurmuşduq. Evliyimiz çox gözəl, çox mehriban, çox səmimi keçirdi. Hər kəsin həyatında olduğu kimi çətin və yaxşı günlər olur. Həmişə əl-ələ gözəl şəkildə keçirdirdik, yaxşı şəkildə keçirdirdik, mehriban danışırdıq. Nikah masasında elə bir-birimizə verdiyimiz söz kimi pis gündə, yaxşı gündə bir-birimizə dəstək olacaq, bir-birimizi anlamağa çalışacaq. Elə də oldu, elə həmişə. Yoldaşım özü rus dili, ingilis dili, ivrit dili, fransız dili bilirdi. O, doktoranturanın son mərhələsində idi, hüquq fakültəsində. Bundan əlavə olaraq kitablar da yazırdı, uşaqlar üçün kitablar yazırdı, uşaqlar üçün hekayə yazırdı. Doğrudan Gəncədə nə qəşəng yağış yağır. Özü ən sevdiyim havadır. Uyda, maşınla elə gedirsən, yağışlı havada, elə gözəldir. Təbiəti sevirdik, gəzməyə gedirdik, təbiətə, rayonlara və yaxud Bakı parklarına. Bərabər keçirdiyimiz hər an, hər saniyə, hər dəqiqə, hər zaman gözəl olub, hər zaman xoş olub. Hökümə xanımı dünyalar qədər sevirdim. Саша очень любознательным ребенком был, веселым. У него было очень много друзей во дворе. Иногда я его не могла даже дозваться домой. Он всегда
Мама, дай еще 5 минут погуляем, мама, еще дай 5 минут погуляем. У него здесь во дворе были друзья, Мурат, он на год старше был, если вы помните. Раньше дети в 90-х годах, они делали дневники дружбы. Там были разные вопросы. И вот там был вопрос у Мурада в дневнике дружбы. Саша заполнял ему, что кем ты хочешь стать. Это было Саше 9 лет. И он написал, что я хочу быть пилотом, как папа. Он уже с того времени старался учиться и как бы идти к своей цели. И всегда он был для Саши примером стойкости, мужественности. Он всегда старался быть похожим на него. После смерти своего отца он старался быть мне опорой, во всем меня поддерживать. Он старался дать мне тот уровень комфорта, который я имела, допустим, когда папа был жив. Я знала, что у меня есть Саша. Мне всегда есть на кого положиться. Он очень меня поддерживал. Муж 3 года отслужил, участвовал в боях в Карабахской войне. Многое перенес, многое видел. И его отец скончался от сердечного приступа, инфаркт, обширный инфаркт. Саша тогда, он понял, что он главный мужчина в семье, что он сейчас отвечает за нашу маленькую семью из 2 человек. Он старался жить для меня, а я для него. Он был очень хорошим человеком, надежным, честным, умным, настоящим профессионалом своего дела. У нас 2 девочки. Каждый ребенок мечтал бы о таком отце, как Игорь. Мечтал, чтобы их жизнь сложилась наилучшим образом. Исполнял все наши мечты. Он гордился нами, нашими подвигами. В нашей жизни всегда было все хорошо. Давал советы, поддерживал нас в трудную минуту. Человек очень щедрый, с любящим сердцем. Очень много мечт у него было со мной связано, так как я была старшей дочкой в семье. Никогда вот не ругался, не злился. Вот прям даже в комментариях писали, что у него сразу лицо такое очень доброе. Скучаю прежде всего от того, что его просто нет рядом. Вы знаете, у него такая была работа, мы редко виделись. Порой даже если нам не о чем было поговорить, мы просто хотели быть рядом друг с другом. А так это самое большое, чего не хватает, это вечерних посиделок за столом вместе с девочками. Это было нашим обрядом, наверное, так можно сказать, не знаю, обычаем каким-то таким. Он хотел, чтобы я, наверное, не была пилотессой, это его была мечта. Но я противоречила, всегда говорила, нет, я буду. С детства как-то всегда говорила, что я буду пилотессой. Она мечтала быть продолжением, а он не хотел. Зная изнутри всю специфику работы своей, не хотел. И вот в такие моменты, когда мы сидели за общим столом, он всегда пытался ей рассказать о том, что работа это не для девочек. Она сложная, трудная, это мужская специальность. Настолько меня эта ситуация поразила, настолько мне стало очень страшно в этот день, что я решила все-таки отказаться от этой мечты, хотя это был бы очень героический шаг, как бы дочь героя пошла учиться на пилотессу также, да, но я все-таки подумала, что лучше быть в безопасности, лучше сидеть с мамой рядом. Мой папа был очень добрый. Он всегда делал так, чтобы мы ни в чем не нуждались. Считаю, что он был достойным.
Как мать могу сказать только хорошее о своем сыне. Ребенком был он очень замечательным, добрым, отзывчивым, понимающим, поддерживающим меня всегда. В нем присутствовали все качества, которые может обладать человек, и все они были положительные. Я этой девочке просто показывала смешные, она просто смеялась, но ничего не говорила. В повседневной жизни он любил заниматься спортом. Спорт – это была его жизнь. Когда он занимался футболом, он говорил, что он хочет стать известным футболистом. Потом он начал заниматься боксом, говорил, что хочет стать известным боксером, как Мухаммад Али. Это была его мечта, чтобы о нем люди услышали, чтобы люди о нем знали. Ну, его мечта исполнилась. После его ухода из жизни о нем узнали все. 26 yaşı var idi həlak olanda. Rusiyaya gedirdi, orada usta işləyirdi, fəhlə kimi işləyirdi. Belə, yəni hər işi bacarırdı. 2021-ci ildə tanış olmuşuq. İlk, yəni o məni sentrdə görübdü. Onda 18 yaşım var idi. Belə nömrələrimiz bir-birinə çatdı. Ondan sonra yazışdıq. Onun xarakteri, xasiyyəti, yəni necə deyim, mərhəməti. Yəni sonra belə 2021-ci ilin avqustun 27-sində gəlin köçdüm bura. Düzdür, toyumuz olmadı. Belə qaçırtdı. Sonra qonaqlığımız oldu. Yəni qız tərəfdə də, oğlan tərəfdə də. Sonra oğlumuz dünyaya gəldi. Həqiqətən çox sevindi. Oğlan uşağı olmağına görə daha da çox sevindi. Çünki atası mən bura gəlin köçməzdən aylar qabaq vəfat olmuşdu. Dedi ki, atamın adını qoyacağam. Belə sonra onun istəyi ilə atasının adını qoyduq. Çox vaxtı burada olmurdu. Yəni Rusiyaya gedirdi. Telefonla danışırdıq. Gündə demək olar ki, minimum 10 dəfə danışırdıq. Yəni hər abed vaxtı, çay içməyə dayananda falan danışırdıq. Yəni şəkillər atırdıq bir-birimizə. Hər dəfə gələndə yəni çox gəzməyə getməyi xoşlamırdı. Çox vaxtı evdə oturmağı xoşlayırdı. Yəni bizlə keçirirdi demək olar ki, gününü. Amma bu dəfə gələndə xalası qızı gilə getdi. Yəni çox yerə getdi həqiqətən bu dəfə. Bizi qonaq çağırdılar, biz getdik. Necə deyim? Elə bil ki, bilmişik də ayrılasıyıq bir-birimizdən. Yəni bu dəfə vəbşə gözəl keçdi günümüz də. Həmişə 1 saat tez durardı, çayımızı, çörəyimizi yeyirdi. Qəşəng mehriban söhbət eləyirdi, həmişə kimi. Əynimizi geyindik, çıxdıq getdik işə. Saat 6-da işdə olmalıydı. Elə 6-ya qalmış çatdıq. Dedi ki, saat 12-də gələcəm. Həmişə də yarım saat qabaq gedib qarşılayırdım. Dəfə getdi, gəlmədi. Он очень переживал. Он знал уже тогда, что будет плохая погода. И накануне вечером он мне уже говорил, что я, возможно, не вернусь. Но не в том смысле, что живым не вернется. Нет. Возможно, не вернусь в тот день из-за нелетной погоды. Он встал, как и должен был проснуться в 4 утра, попил чай, оделся. Я пожелала ему удачи. Мы с ним за день до его вылета переписывались. Я ему написала о том, чтобы он собирал свои вещи. Он мне ответил, что сейчас начнет их собирать. Я ему еще написала, чтобы он свою доверенность не забыл. Утром, так как у меня будильник стоял на 7 часов, я должна была в 7 встать, поехать его встречать. Он мне написал последние свои сообщения, что тетя его спросила, она приедет встречать его со мной вместе. Спросила, снег есть ли там. Ну, на эти сообщения я ничего ответить не смогла, так еще спала. Oturduq, yemək yedik.
şəkillər çəkdik. Ramazan əvvəldən başına gələn hadisələri danışdı, dedik, güldük, əyləndik. Çox da şəkil çəkməyi sevmirdi. O gün dedim ki, Ramazan gəlsən bir dəqiqə getməzdən şəkil çəkək. Özü dedi, gəl onda çəkək. Amma mən hər səfərində belə necə deyim, eybəcər düşmüş şəkilləri də silirdim. Amma bu dəfə nədənsə silmədim. Bilmirəm, bəlkə bunu hiss etmişəm ya nədəndir, amma silməmişəm. Yəni onu gülə-gülə yola saldıq. Yola çıxandan sonra da geri qayıtdı, bir də uşağı öpdü boynundan. Həmişə deyərdi, anasına deyərdi, ana, niyə uşaqlar belə gözəl qoxur da? Necə qəşəng qoxusu var. Ən çox da boynunu çox sevirəm. Belə deyərdi. Sonra yazdım ona çatmısanmı deyə. Dedi ki, Bakıya çatmışıq. Sonra da yazdı ki, aeroporta çatmışıq. Səhər 07 neçə idi saat yazışdıq. Dedi ki, registrasiyamız falan olunubdur. Mən samolyota da minmişəm. Hər şey yaxşı olacaq. Həqiqətən onun, yəni biz danışandan bu günə kimi həmişə hər sözün yəni axırında deyibdi ki, hər şey yaxşı olacaq, narahat olma. Dedi, oğlan neynir? Dedim, heç ağlayırdı, yatızdırdım geri. Deyir ki, ona yaxşı bax, ona yəni ağlamağa qoyma. Həyatımdan bir nağıl kimi gəlib keçdi. Yəni ən gözəl nağıl deyə bilərəm. Amma o nağıllar kimi sonumuz yaxşı bitmədi. Üç oğlum var, bir kızım var. 9 nəvəm var. Burada yaşayıram. Bunlar kəndində yaşayıram. Ayın 24'ünü bilet almışlar. Oğlum orada yaşayır, Groz'da yaşayır, 15 ildir. Dedi ki, gel yeni ilde burada geçirersen. Ad günü de burada geçireceğiz. Ayın 9'u, yanvarın 9'u ad günümüydü. Kardeşim zəng dedi 25'ine bilet var, 28'den var. Dedi gel 28'ini alın. Dedim yok, vaxt uzatmayaq, 25'ini alaq, tez bazar gəlirəm. Alandan sonra atım getməyi istəmirdi əvvəldən. Мне 48 лет. Родился я в Таджикистане. Вырос там, закончил школу, университет. В 2001 году приехал в Екатеринбург. Работал на стройке, получил гражданство. Ayın 24'ü buradan çıktık, gittik. Aeroporta çattık. Biletler, her şey təqdim elədik. 20 dəqiqə qalmışdı. 8'e de iniş başlayır. Təyyarə minmək. Ехал в Грозный. Билет взял. Там были билеты через Москву, но через Баку получалось у меня быстро. Если ночью вылетал, то утром я должен был в Грозном. Gittik, oturduk. 37 yer el məndəydi. Mənim yerim idi. Sol tərəf aynanın qırağı. 37 en oğlumun idi. Həmin gün hava yaxşı idi, şən idim. Sevinirdim, gedirəm deyib. Yerimdə oturdum. 37'də sağ tərəfdə. Qanadın dibində oturdum, aynanın qırağında. Прилетел сюда, в Баку. Тут у нас пересадили, в другой самолет сели. Все нормально было. Я думал, сейчас еще можно до Грозного чуть, может, поспать чуть. Bagaj yük bölməsinə baxan təyyarə bələdçisiyəm. Həmin gündə sərnişin çox deyildi. Qapılar bağlanır, biz uçuşa hazır oluruq. Təyyarə uçuş zolağına, zolağına gedir. 31H-da otururdum, aynaya yaxın, pəncərənin yanında oturmuşdum. Yanım boşuydu. Yanımda bir kişi oturmuşdu, onu düşürtdülər. Bilmirəm niyə, dedilər ki, sənədlərdə problem var, düşürtdülər və onda yanım boş qaldı. Bir de 8 oldu, təyyarə qalxdı göyə. Qalxdı, bulutlardan yuxarı çıxdı, baxdıq, gördük. Sərbəst gedirik. İstiyadəsələr su da verdilər, hər şeyi payladılar. Bir vaxtdan sonra deyirlər ki,
təyyarə enişə gedir, rəmənləri bağlayın. Mən də burada minəndə o rəməni möhkəm bağlamışdım. Heç açmamışdım da onu. Dedi enişə gedir deyənə dedi daha rahatıq da düşəcəkdi indi. За бортом был туман, ничего не было видно, ни Грозного не было видно, потому что все было в сильном таком тумане было. Nəsə təyyarə getdi. Hiss edirsən ki, o aşağı düşür. Buludlardan aşağı düşdü. Aşağı düşəndə indi qanatların böyrdən tala-tala buludlar getməyə başlayırdı. Yəni hiss edirsən ki, buludlar deyil. Bir anlıq belə baxdım, pəncərənin başım yanıb ki, belə baxdıram. Gördüm evlərin üstü görsəndi bir anlıq. Ondan sonra risk başladı təyyarə qalxmağa gəlir. Qalxamam etdi, bir dənə səs oldu, titrəyək oldu. Dedim, bu nədir? Самолет быстро начал набирать высоту. Ну и с этого и все и началось. Qalxandan sonra təzədən bir də gəldi, fırlandı buludun içində. Bir də partlayış oldu, partlayış ikinci olanda o içəridə hava nələrsə hamı töküldü. Dedim, daha bunun çarəsi bizim axırımızda. Появился такой едкий запах, запах жженого пластмасса. Hiss elədim nəsə ayağımın burasından topuq hissədən. Hiss elədim nəsə yandırdı. Ayağımı belə eləyim gördüm, polunla yan tərəfindən belə bir gördüm, deşik açıldı oradan. Ayağımı belə əlimlə elədim ki, gördüm heç nə yoxdur. Sonra burada baxıram, benim iki dənə belə qırmızı yer düşmüşdü, o yandırıb. Onu hiss eləyən kimi ayağımı həmən deşiyə sıxdım ki, oradan elə belə hava gəlirdi. Bir də başımı qaldırıb nəyə baxdım? Pəncərənin qanadının ortasında motor hissələri var. Motor hissələrində gördüm, o yerdən bir paçaq qopubdu. Mən uşağa dedim, yanımda bir olan var idi. Dedim, avara bax, bizi vurdular deyə, Tofiq dayı, nə deyirsən? Dedim, o şey yox idi axı orada. Burada bunu görəndə mən şübhələndim. Bir dəqiqə keçmədi də, mən xatırladığım. İkinci oldu. İkincisi birinciden çok oldu. Çok olanda atom oturan yerden hele faner böyle koptu. После вот этого хлопка у меня почему-то впечатление сложилось, что сейчас самолет разгерметизируется, потому что было настолько сильно. Bələdçi oradan qaça-qaça gəlib o tökülən nələri bağlamaq istəyirdi, paltar qoyan yerləri bağlamaq istəyirdi. Hətta qabağa 3 metrə qalmış qolunu belə tutdu, qaçdı arxaya. Qoluma belə baxdım ki, görüm mənim qoluma nə oldu ki, belə birdən-birə də təyyarənin içində. Gördüm ki, belə üzü üstədən paltar belə cırılıb, ət sallanan formadadır. Mən belə tutdum əlimi ki, sərnişin görməsin. Ən azından heç kim görməsin. Çıxdım, Aydan xanım, keçək arxaya. Ən azından nəsə bir şey bağlayım da qoluma. Решил воспользоваться последним шансом и обратиться к Всевышнему за помощью. Elə o momentdə də bir də qız uşaq səsi gəlir oradan, çığırırlar. Hamı bir 3 nəfər adam bunu sakitləşdirməyə çalışırlar. İkinci bir də partlayış səsi gələndə Səlhət adında qız elə bir ki yan-yana oturmuş kimi də, yəni o biri lojada oturmuşdu. O da başladı qışqırmağa ki, ay ayağım belə. Kalkotka yubka var idi əlində, kalkotkası deşilmişdi. Baxanda bilinir də kalkotka belə sulanmış kimi idi. Ayağını tutub qışqırırdı. Onun da qılıçından dəymişdi. O çox qışqırırdı. Yəni orada sakitləşdirdilər, elədilər. Məndə panika yarandı, qorxu, tək idim, yanım boş idi. Mən əslində oturmuşdum 30-cu yerdə. Mənim arxamda bir dənə qız var idi. 31-ci yerdə tək idi. Yenə panika oldu məndə. Onda mən Məhəmmədi çağırdım. Qaçdım Məhəmməd, mənim qabaqda oturmuşdu, mənim sidenyamın qabağında. Qaçdım Məhəmmədi çağırdım ki, xahiş heç adını da bilmirdim onda onun. Nə olar, xahiş eləyirəm yanıma keç, mən çox qorxuram dedim. O çox qorxmuşdu, panikaya düşmüşdü. Məndən xahiş eləyirdi ki, onun yanına oturum. Gəldi, oturdu yanımda, sağ olsun. Çox qışqırırdım, çox qorxmuşdum, çox ağlayırdım. Hətta Məhəmmədin qolunu o qədər sıxmışdım qorxudan. Elə bilirdim ki, o mənim yanımda kişi xeylağıdır, o olsa bizə heç nə olmayacaq, elə fikirləşirdim. Məndən bərk yapışmışdı, deyirdi ki, qorxuram. Tez-tez deyirdi, biz öləcəyik, mənim uşaqlarım var.
Это было самое такое тяжелое время для всех, для стюардессы, старшей бортпроводительницы. Самая большая нагрузка, я считаю, что она пережила. На нее смотрели 62 пассажира. Смотрят, в глаза тебе смотрят, ты видишь, что там дети есть, женщины есть, пожилые есть, и они на тебя смотрят с надеждой. Ее задача была успокаивать их. Это большая психическая нагрузка. Она действительно герой. Həmin vaxtda, o partlayış olan vaxtda hamı qışqırdı, elədi, sumka götürən hansı idi, qaçmağa istəyən var idi, həmin an. Yəni orada rəhmətli Hökmə xanım hələ sakitləşdirdi, deyirlər, narahat olmayın, hər şey yaxşı olasıdır. Hörmətli sərnişinlər, təlimata uyğun hərəkət edin, hər şey yaxşı olacaq. Yəni oturun yerinizə, hamını oturdurlar təzdən yerinə, qaçırdılar, dala-qabağa gedənlər çox idi. Yəni qaçmaya yer də yoxdur, yəni samolyotda hara qaça bilərsən ki, yerə düşdün ki, bilərsən. Daha önce hərə öz yerində oturdu, sakitləşdilər hamı. Təyyarə qalxdı. Yuxarı, buludlardan yuxarı qalxdı, başladı fırlana durmağa. Fırlandı. O üçün bir saatdan artıq biz göydəyik. O fırlanan vaxtı mən dedim, daha bizim axırımızda bundan çıxış yolu yoxdur da, bunun nəyi yoxdur. Onda mən oğluma səsləndim, dedim, oğlum, möhkəm dur. Atam dedi, hətta narahat olma, möhkəm ol dedi. Deyim, narahat olma sən mənimlə. İnşallah deyim, yaxşı olacaq hər şey. Смирился с этим, я уже полностью был готов, что сейчас предстану перед Всевышним. До этого я там совершал, говорил такбир, произносил хвалу Всевышнему. Mən o yerdə müsəlmanlıqda kəlmə şəhadətimi də oxudum yaxşı. Xanım oradan dedi ki, bir nə olsa qabağınızda nə var? Paket var. Paketi götürün oxuyun, baxın orada nə var deyib. Mən onda dabdan şübhələndim ki, burada sən oxumaqla deyil, oxusan nə xeyri var ki bunun? Sən orada kitabın bağlanıbdı. Geri qoydum yerə, dedi altınızda balonlar var. Onu lazım gələndə, biz deyəndə boynunuza keçirərsiniz ki, biz deyəndə açarsınız. Gözümün qabağına ailəm gəlirdi. Anam, atam, uşaqlar, bunlar gəlirdi. Belə baxında aynadan deyəndə, bir nə deyim, axırına kim baxacam bu işin deyəndə, dünyanı axırıncı görərsən axı bunu. Baxdım, gördüm, biraz yaşıllıq görsəndi, sonra aşağı enəndə gördüm dənizdir. Dənizin dalğalarını belə görürdük lap yaxından da. Həmin saniyədə dedilər ki, narahat olmayın, quruya eniş edirik. Amma sərt eniş olasıdır dedilər. Biz o sərt enişin nə olduğunu mən anlayırdım. Hamı məsələn qabaq sideniyədə əllərini bir pasonda yanaşı qoysun, Brest komandası verəcək. Mən onu eləmədim. Dedim, nəyə kitab bağlandı da, tam bağlandı. O dənizə düşsə təyyarə tikə-tikə olmalıdır, ondan heç bir şey götürə bilməzdilər. Su eniş etsə biz orada salamat çıxmayacaq. Amma hamı bilirdi, yəqin ki, kimsə dərk edə bilirsə bu işi, yəqin ki, bilirdi o da. Nəsə enmədi, qalxdı göyə. Ondan sonra gəldi, özü dənizin böyründən getdi, kurukladı, gəldi. Sağa çəkdik, çəkəndə gördüm, torpaq göründü. Dedim, söyündüm də, dedim, necə olsa bir dikəmizi betirirlərlər buradan. Sağa çevrildi, gördük yoldu. İçəridə olan adam bir o boyda sürətli də bilməm, amma sürətli gəlirdi, yəni. O boyda yekə texnika sancılıb gələrsə nə olar? Belə getdi, sonra o qərarını dəyişdi. Bunu mən belə asfalta salsam, ola bilsin, bu sürüləndə yerdə təyyarə baş ayaq yana bilərdi. Ki, düşündü, sağa çəkdi yenə. Motorları birini söndürüb, birini yandırmaqla demək gidravlik olmadığına görə, sıradan çıxdığına görə bunun bizim pilotun güclü olmağından bilinir ki, o düzgün mövqe tutub sağ-sol eləyək, motor söndürüb birini yandırır ki, ən azından döndərə bilsin, sağa-sola, yəni düzgün mövqe tuta bilsin. Daha önce biz başımıza bu kəfəni bağlamışıq da daha önce. Belə tuttum, o balonun nəyini də ağzıma tuttum, maskanı. Последние
столкновения с землей я решил, что лучше мне находиться в Сажде. Бортпроводница еще дала команду такую, она на русском сказала это, на английском сказала, на азербайджанском говорила. Перед столкновением с землей она даст команду брек здесь или мрек здесь. Он как-то назвал вот это, надо будет скрести руки на переднем стоящем сиденье и прижаться туда головой. Это как бы идеально подходилось с моим намазом. Я бы как бы находился бы в Сажде, и поэтому я сделал намерение, что я буду в Сажде находиться. Aydan xanıma dedim ki, Aydan xanım, kəməri bacardığın qədər möhkəm sıx. Yəni boş saxlama da, en azından kəmər insanı hansısa xata baladan qoruyan bir şeydir. Pencereden böyle baktım, başımda dirədim oraya, buradan möhkəm tuttum. Я сделал еще намерение, еще на 2 раката намаз. И когда уже ушел в последнюю сажда, на 2-й ракат, последняя сажда у меня была, с этого сажда я уже голову не поднял. Azərbaycan Airlines kompaniyasının Embraer Gruzno reysini yerinə yetirən sərnişin təyyarəsi Samolyot aviakompaniya Azerbaycan Airlines. Dozens of people feared dead after a passenger plane. Vuelo de Azerbaycan Airlines que dejó a 31. желтоқсан күні Ақтау қаласынан Форт Шевченко қаласына мен мекемемнің автобусында кетіп бара жатқанбыз, бағыт алып. Сол кезде аспаннан самолеттің ұйтқып жүргенін көрдік. Ұшақтың құлау уақытын сол уақытта мен Баутино ауылынан Ақтау қаласына келе жатқан болатынмын. Бұл Сайын деген елді мекеннің үстімен осылай ұшып келіп құлағанын көрдік. Көзімізше самолет құлады, самолет құлап жарылды. Сол жарылған кезде біз ештеңе ойланбастан автобусымызды сол жақ қарата бұрып, ең бірінші болып бардық, көмекке бардық. Я поехал туда в качестве как журналиста и начал все фиксировать, запустил дрон и начал снимать место падения, место крушения. Самолет құлаған кезде ең бірінші біз барғанда самолеттің жарты самолет бер жағында құлап жатқан кезде жүгіріп барғанбыз. Сол кезде адамдарды шығарып бастадық. Құтқарып бастадық адамдарды. Бәрі жылап жатты, көмектесіңші, көмектесіңші деп жылап жатты бәрі. Бізден кейін адамдар көмекке ұмтылып, көмекке келді көп адам. Сол шыққан адамдарды жедел жәрдем келгенше мен біздің мекеменің автобусына отырғыза тұрдым. Және біздер бауырмал халқымыздың, Азербайжан азаматтарының, Азербайжан халқының самолеты екенін білгендіктен, бұл жерде өзіміздің көмектерімізді мейлінше аямадық. Бұл жерде ең алғашқы қадамым неге төтенше жағдайлар департаментіне телефонмен хабарласып, болған оқиға туралы баяндаған болатынмын. Жалпы өте қиын жағдай болды. Көптеген адам өліктерін көрдік бұл жерде. Бұл жағдай маған өте қатты ауыр тиді. Сол кезде мен ешқандай қорыққан жоқпын. Мендегі тек қана көмектесу керек. Көмектесем, бұл адамдарды құтқару деген мақсат болды. Содан кейін мен шоққа түсіп кеттім. Самолеттің жарты бөлігі өртеніп жатқан болатын. Жарты бөлігіне сондай көптеген азаматтар, ерікті азаматтар көмекке келген уақытта өздерінің
несіне қарамай көптеген рискке барып бұл алғашқы көмектерді көрсетті. Стюардессаны шығарып берді, сол жердегі жігіттер. Стюардессаны алып автобусыма отырғыздым. Одан кейін бортпроводник шықты. Бортпроводникті апарып автобусымызға отырғыза тұрдым. Мекеменің автобусында отыра тұрды олардың бәрі. Yere değdi samolyot. Bir dənə də gördüm ki, belə fırlandı yerində, dəyən kimi. Təyyarə elə bir qamətini itirdi də belə. Çöndü, biz baş aşağı dayandıq, sərnişində salonda həmçinin. Köməkçi dəstələr gəlmişdi. Sağ olsunlar, özlərini tez yetirdilər, çatdırdılar. Dedilər, orada sağ qalan var, siz içərdə. Dedik, var. Mən o sual verdim, həmin orada dayanan köməkçi dəstəyə. Dedim, orada bizim ekipaj üzvlərindən kimsə sağ qalan var. Dedi, biz heç kimi burada tapa bilmədik ekipaj. Heç kimi tanıya bilmir, heç kimi tapa bilmədik. Məni qəhər bürüdü. Çox pis təsir elədi mənə. Стюардессаны анық көрдім, сосын манағы борт механикті анық көрдік біздер деген. Бұлмен қоса манағы көптеген жарақаттанған азаматтарды, бұлардың енді түрлерін анық тану мүмкін болмайды қазір, енді көшеде кездесіп қалатын болсақ. Но манағы кімді стюардесса мен борт механикті көшеден кездескен жағдайда да тануға болады. Себебі бұлардың түрлері қазір көз алдымда қалып қойды. Когда я расстегнулся, пошел, можно сказать, искать выход. Я налево посмотрел, где со стороны обрыва, где самолет разорвало. Там была чуть-чуть такая маленькая давочка была, люди, кто-то уже хотел выйти. Я pошел в хвостовую часть. 5 saniyədən, 10 saniyədən, bir dəqiqədən özümə gəldim. Gördüm, başım aşağıdır, arxam yuxarı. Belə açılı dururam ki, görüm belə. Başım da dizlərimə çatır. Ayıldım, amma əlimi rimeni atıram kəmərə, aça bilmirdim. Böyrümdən amma keçənlər var. Dedim, nə olar, bu rimeni açın da. Elə ki, şokda idim. O vaxtda atımıcı rimeni açıb çıxmışdı. Rimeni açan kimi başı aşağı düşdüm. Ora düşdüm, qalxdım, qalxıb oğlumu səslədim. Samir, Samir, Atahoy dedi. Dedim, Allah sana şükür. Dedim ve dünyanı bana verdiler. Sonra bildik ki, ben datında gördüm ki, bir 7-8 tane adam vardı, paltarlı, iş paltarlı dediler. Dedim, buraya dedi, abi, Aktaba dedi, Kazakistan dedi. Kazakistan dedi, biz Grozny şəhərinə yerdik. Ya, bu hardan hara gəlib düşdü. Сосын құрттай қыз болды. Құрттай қызды қолыма ұстап алып шыққан кезде құрттай қыз маған жылаған болатын. Мені қалдырыңызшы, самолеттен мамам қалды. Мамамды құтқарыңызшы деп жылаған болатын. Сол кезде мен ол қызды бастым да, айттым, мамаң тірі, мамаң қазір шықты деп ол қызға айтқан болатын. Как человеку было тяжело воспринимать вот смерть людей и так далее. Это нормальные, вполне человеческие чувства, да? Но как журналист, как человек, который работал там, я старался максимально быстро, максимально профессионально снять место падения и распространить свои фотографии. Adam o mənzərəni görəndə dəhşətə gəldi. Beş dəqiqə keçmədi. İnandırım sizi, ora yığılan boyda ahali, maşın da sayı hesabı yok idi. Skoro помощlar. Сначала я просил их, чтобы они сначала тяжелых забрали. Было настолько много скорых. На каждого больного была скорая. И мне сказали, что ты зря переживаешь, тут еще он с каретой, много с карет скорых, которые пустые стоят. И они, вот с ними я уехал в больницу. Uyananda reanimasiyadaydım. Kazakstanda reanimasiyada ayıldım. Mən özümü yanmış kimi hiss eləyirdim. Çünki gözümün üstündə yaralar var idi. Ora belə bağlamışdılar da alın hissəmi. Mən onu gözümü açanda birinci o ağ binti gördüm. Mən elə bildim ki, mənim bütün bədənim yanıb və məni bintə sarıblar da, elə təsəvvür elədim. Orada məni uzatdılar, ora qolumu başladılar tikməyə.
tez ki qanın qarşısını alsınlar, qanın qabağını alsınlar. Tükdülər, sonra bizi yerləşdirdilər palatalara. Yəni 30-cu yerdə olsam bəlkə də bu dəqiqə həyatda yox idim. Təyyarə də elə 30-cu yerdən bölünüb, düz bölündüyü yerdə. Yəni o bir siren məsələsi ola bilərdi, mən olmayım. Mən Məhəmmədi yanıma çağıranda mən yəni heç bir inanmazdım ki, onun həyatını qurtararam da yəni. Sonra deyirlər saat 5'te uçursunuz. Uçursunuz deyəndə içime doldu neler. Təyyarəni görəndə dedim, dərs saxlayın dedim. Ne oldu dedi. Dedim ben ona minip getməyəcəyim dedim. Fövqəladə hallardan da adamlar var idi. Dedə bizə tapşırıq var dedi, sizin telinizə bir zərər dəyməyən gibi sizi Bakıya çatdırmalıyıq. Orada vəfat etmiş deyəsən 4 nəfər də dünyasını dəyişmişləri o bagaj bölməsinə yerləşdirdilər. Biz uçduq gəldik. Belə baxdım, həqiqi xalqımı görəndə tam da ne bileyim, bir nəyim olsaydı, yerə qoysaydı mən torpağı öpərdim. ...2024-cü il dekabrın 25-də C282-43 nömrəli reyslə Bakıdan Groznyaya uçan Embraer 190 təyyarəsi Groznyaya getmək üçün Bakıdan saat 07:55-də yola düşür. Uçuşun 1 saat olması planlaşdırılırdı. Təyyarə Bakıdan şimala doğru hərəkət edərkən gözlənilmədən marşrutdan çıxır. Xəzər dənizi üzərindən şərqə, Qazaxstana doğru gedir. Təyyarənin sürəti saatda 840 kilometrdən 400 kilometrə qədər azalır. O, 75 dəqiqə ərzində sabit sürət və hündürlüyü saxlamağa çalışsa da bacarmır. Bütün bu cəhdlərdən sonra pilot təyyarənin şassisini açır və təcili eniş etməyə çalışır. C282-43 nömrəli reyslə uçan təyyarə saat 9:30-da Aktauda qəzaya uğrayır. Və nəticədə 37 nəfər dünyasını dəyişdi, 29 nəfər yaralandı. Rusiyaya səfərə yola düşən Prezident İlham Əliyevə Rusiya hava məkanında olarkən baş vermiş təyyarə qəzası haqqında məruz edilib və dövlət başçısı dərhal geri dönmək barədə tapşırıq verib. Azərbaycan nümayəndələrindən ibarət heyət Aktau şəhərinə ezam edilmişdir. Əlavə göstəriş verildi ki, Azərbaycan həkimlərindən ibarət həkim briqadaları da Aktau şəhərinə təkliflə ezam olunsun. Qəza sonrası ilk reaksiya Azərbaycan prezidentindən gəldi. O Rusiya yüksək səviyyəli sammitdə iştirakını dayandırdı, Bakıya döndü və qəzanın baş vermə şərtlərinin araşdırılması üçün bir komissiya formalaşdırdı. Bu əslində daha sonra qəzanın baş verməsi ilə bağlı manipulyasiyaların qarşısını aldı və bugün üçün tam əminliklə deyə bilərik ki, qəzanın baş verməsinin araşdırılması və bugünə qədər məlum olan faktların hamısı məhz bu qərardan sonra baş verdi. İlk olaraq qəza haqqında belə məlumat verdilər ki, quş sürüsü təyyarəyə dəyib və sonra da içəridə olan oksigen balonu partlayıb. Ancaq təyyarə yerə qəza enişi edəndən sonra, qəza baş verəndən sonra ilk baxışda göründü ki, bu elə deyil. Çünki təyyarənin gövdəsində çoxlu dəlmə deşiklər var idi, müxtəlif ölçülərdə. Həm də təyyarə yerə enərkən yerdə olan daşlar tərəfindən də zədə aldığı da bildirilir. Ancaq bu da yenə də onu göstərir ki, təyyarənin gövdəsində və qanadında olan deşiklər o daşlardan olan deşiklər deyil. Orada necədir, burada deyil olmalıdır. Bu niyə belə bu qədər qırma deşiklər var? Bizim pilotlarımızın ilk olaraq quşlar haqqında qülləyə məlumat verməsi ondan asılıdır ki, pilot heç vaxt ona hər hansı bir xarici təsirin olmağını düşünə bilmir. Bu hadisədə pilotumuz ilk olaraq quşlar haqqında qülləyə məlumat vermişdi. Ona görə də biz ilk başlarda quşların haqqında danışırdıq. Çünki heç kim
Heç bir mülki təyyarəyə, heç bir sivil təyyarəyə hər hansı bir xarici təsiri biz düşünə bilmirik. Biz bu barədə heç bir təhsil almırıq. Heç birimiz düşünmürük ki, uçduğumuz halda bizə bir xarici bir təsir dəyəcək. Birinci ehtimal, birinci ağla gələn quş dəstəsi idi. Yəni ona görə də pilotumuz ilk anlardan, hansı ki sistemlər artıq sıradan çıxandan sonra, təbii ki bunlar bir ehtimaldır, bir təxmindir. Biz bunları pilot olaraq təcrübədən ehtimal edirik ki, pilotlar ilk düşünüblər ki, bunlar quşlarla toqqunur. Yəni pilotlar qülləyə onların quşlarla toqquşmasını deyiblər ilkin ehtimalda. Qazaxıstana səfər edən komissiya üzvləri təyyarəni yerdə ekspertiza etdilər və ilkin gələn ehtimallardan biri məhz təyyarənin havadan hücumdan müdafiə sistemi ilə vurulması versiyası oldu. Qəlpələrin sərnişinlərə və ekipaj üzvlərinə yetirdiyi xəsarət göz qabağındadır. Bunu hansısa quşlarla bağlamaq, yaxud da ki, qaz balonunun partlaması kimi qələmə vermək həm ağılsızlıqdır, həm də vicdansızlıqdır. Rusiya prezidenti Vladimir Putin prezident İlham Əliyevə zəng edib. Baş vermiş faciəvi hadisə ilə bağlı üzrxahlığını ifadə edib. Azərbaycan prezidenti Cənab Əliyevin məhz bu mövqeyi daha sonra elə ilk dəqiqələrdən Rusiya rəhbərliyini hərəkətə gətirdi və Rusiya prezidenti Vladimir Putin Azərbaycan prezidentindən hələ detalları aydınlaşmamış qəzaya görə üzr istədi. Bu reysi yerinə yetirən pilotlar çox təcrübəli pilot olub. Xüsusilə komandiri İgor Şnyakin uzun illər bu sahədə çalışıb. Ona görə də məhz onun fədakarlığı, qəhrəmanlığı sayəsində həmin təyyarədən 29 nəfər sağ çıxa bilib. İlk dəqiqələrdən hamını maraqlandıran suallardan biri də nəyə görə qəzalı vəziyyətdə olan təyyarəyə yaxın aeroportlardan enməyə icazənin verilməməsi idi. Bu əslində daha sonra qəza ilə bağlı bir neçə teoriyaların, bir neçə düşüncələrə gəlməyə rəvac verdi. Məsələ ondadır ki, yaxınlıqda bir neçə aeroportun olmasına baxmayaraq, məhz qəzalı təyyarə Xəzər dənizinin üzərindən daha uzaq aeroporta, Qazaxıstana göndərilir. Məsələ ondadır ki, ilk bu məlumat gələndə hamının ağlına gələn məhz təyyarənin Xəzər dənizinə düşməsi ilə bağlı bir gözləntilərin olması oldu. Rusiya ərazisinə vurulan təyyarə yaxın aeroportlara deyil, uzaq aeroporta göndərilməsinin, dənizin üzərindən göndərilməsinin bir ehtimalı da ondan ibarət idi ki, təyyarə qəzalı vəziyyətdə Xəzər dənizinə düşə bilərdi. Qara qutular açılandan sonra və daha detallı məlumat əldə etdiyimiz halda məsələnin tam təfərrüatları üzə çıxacaq və bugün hələ ki sual kimi qalan bir çox məsələlərə aydınlıq gətiriləcək. Я только проснулась и, не успев даже взять телефон в руки, как позвонила мне его дочь Наташа и сообщила об этой ужасной новости. Мне кажется, я даже ее не дослушала. От ужаса этого всего, наверное, я так громко плакала, что на эти слезы, на этот крик пришли соседи. Поняла, что они уже все знают. Atasıyla şəhərə gedirdik, yolda zəng elədi oğlu. Dedi ki, hökmənin yoldaşı deyir ki, kürəkərimiz hökmə qəzaya. Gəldik evə çatdıq, yolda gördüm atası ağladı. Heç hökmə yadıma gəlmədi. Qorxdum. Dedim, ay Cəlil, nə olub? Biraz gələndən sonra dedi, hökmə bizim evimizə. Eşidən kimi nəfəsim kəsildi, nə bilim. Dizlərim qırıldı, belim qırıldı. Allaha yalvara hava limanına getdim ki, tez görəcənim görüm, nə oldu. Когда приехала в аэропорт, по погоде поняла, что самолет не сможет приземлиться, так как был очень густой туман. Позвонила в справочную, спросила, приземлился ли самолет. Мне сказали, что он пошел на второй круг. Через еще минут 15 набрала, спросила. Они сказали, что
самолет вернулся в Баку, так как сесть не смог. Потом прошло еще минут 20. Моя подруга, которая знала, что он должен прилететь, написала мне, спросила: твой сын долетел? Я сказала: нет. А что случилось? Она говорит: да из-за этих новостей. Я говорю: каких новостей? И она мне видеоролик прислала, где падает самолет. Я позвонила Фариду, его отцу. Когда услышала, что Фарид плачет, поняла, что это тот самолет, на котором летел мой сын. Я не могла в это поверить, но я была уверена в том, что он выжил, когда узнала, что там выжившие. До самого последнего момента, пока его отец не позвонил и не сказал, что его опознали в морге. Фарид на следующий день вылетел туда. В этот момент, конечно, вся жизнь просто рухнула. В тот день, 25 числа, мне позвонила подруга, сказала: Лена, Саша каким рейсом полетел? В какой город он полетел? Я говорю, что в Баку, Грозный. Она говорит: Лена, самолет упал. Я говорю: Оля, да не может быть, Оля. Milletimiz, halkımız sağ olsun. Herkes bizi tek koymur. Bizden maraqlanırlar. Мы остались практически вдвоем с детьми одни. Их поддержка, она очень ощущается на всех этапах поддержки по отношению к нам. Telefonda ən çox şəkillərə baxıram, videolara baxıram. Amma yəni bəlkə Allahın pisinə gələr, amma mən qəbul edə bilmirəm, ölümdür. Deyirəm, yəni mən kiməsə pislik eləməmişəm, o eləməyibdi. Bəlkə Allahın açığına gələr. Yəni niyə belə tez məndən apardı? Hər şey daha da gözəl, daha da qəşəng gedərkən belə bir şey oldu. Yəni inana bilmirəm, qəbul da eləmək istəmirəm, yəni. Для таких людей, как я, жизнь меняется в корне, она делится на до и после. То есть то отношение мое к жизни, которое было до его ухода из жизни, и каким оно стало сейчас, это абсолютно разное восприятие, принятие этой жизни. Все очень кардинально pomenyalı. Sakit, mehriban, qankeş bir insanıdır, fədakarıdır. Bu benim nəfəsimdir, həyatımdır, hər şeydir. Nə deyim? Deməyə söz tapmıram. Hər şeydə nəfəsim çatmır belə. Həyat. Огромное спасибо нашему президенту Ильгаму Алиеву, его супруге Мехрибан Ханум за такое достойное, почетное звание моего мужа, за поддержку нашей семьи. Это для нас очень ценно, важно. Я хочу поблагодарить нашего господина президента за то, что он так оперативно среагировал на эту ситуацию. Господин президент, всему экипажу погибшему
присвоил звание национального героя Азербайджана. Они этого на самом деле заслуживают. Bizim değerli prezidentimiz var. Bizi dəvət elədi prezident sarayına. Medal təltif olundu. На это воля Всевышнего, то, что я и там несколько, сколько пассажиров выжило, но тут надо еще отдать должность пилотам, благодаря действиям которых это произошло. Пилоты, они действительно национальные герои, вообще в общем. Герои они для всех, потому что они все возможное сделали для того, чтобы сохранить жизни людям. Это говорит о том, что они были профессионалы своего dela. Onların böyük fədakarı, qəhrəmanlıq sayəsində bugün 29 nəfər sağ-salamat qaldı və buna görə də onların adı daim Azərbaycan xalqının qəlbində yaşayacaq. Allah onlara rəhmət eləsin.